Demək, xülasə Şimali Amerikanın relyefi haqqında danışacağıq. Yəni, keçən dərsimizdə başladığımız kimi nə də başlayacaq? Ucqar nöqtələr haqqında deyəcək. Ucqar nöqtələr burada şimal ucqar nöqtəsi harda yerləşəcəkdir? Bu hissədə Mertison burnudur. Cənub ucqar nöqtəsi Mariato burnudur. Ucqar şərq nöqtəsi Saint Charles. Ucqar qərb nöqtəsi isə Uels şahzadəsi olacaq. Yenə bunun ölkələrində adlarını bilməliyik. Hansı ölkələrdə yerləşəcəkdir? Ucqar şimal nöqtəsi yerləşəcəkdir Kanadanın ərazisində. Ucqar cənub nöqtəsi Mariato dedik ki, yerləşəcəkdir Panama dövlətinin ərazisində. Ucqar şərq nöqtəsi yenə Kanadanın ərazisindədir. Ucqar qərb nöqtəsi isə ABŞ-da yerləşəcəkdir. ABŞ-ın Alyaska regionuna düşür. Yəni bir dənə ABŞ-da yerləşən ucqar qərb nöqtəsi Uels şahzadəsi oldu. İki dənəsi dedik ki, Kanadada yerləşdi. Bunlar Saint Charles ucqar şərqidir. Bir də ki, Mertison burnu ucqar şimal nöqtəsi. Mariato burnu isə cənubda yerləşib. Bu hansı ölkənin ərazisinə düşdü? Dedik ki, Panama dövlətinin ərazisinə uyğun gələcəkdir. Bunun əsas relyef vahidi nə olacaqdır? Qərb tərəfində yerləşən Kordilyer dağları olacaqdır. Şimaldan cənuba doğru uzun bir məsafədə şimaldan cənuba doğru uzanır. 7000 kilometr məsafədə deyil uzanır. Və Kordilyer dağları bilirik ki, nəyin təsiri nəticəsində əmələ gəlmişdir? Hansı dağların toqquşmasına yaranmışdır? Burada Sakit Okeandan Şimali Amerika tabasının toqquşma sərhədində yerləşir. Və bura nə idi? Subduksiya zonası idi bilirdik. Burada ən hündür zirvəsini bilirik ki, Kordilyer dağlarının ən hündür zirvəsi 6194 metrlə McKinley'dir. Bunun digər adı testlərdə Denali kimi də qarşınıza çıxa bilər. Ən alçaq nöqtəsi nə qədərdir? -86 metrdən ölüm dərəsi olacaqdır. Yəni, bu ölkə olaraq həm Kordilyer dağları ABŞ, Kanada, Meksika və Mərkəzi Amerikanın bir neçə ölkəsindən keçirir. Yəni, buradan başlayır, düz cənuba qədər uzanır. Demək, davam edək. İndi Kordilyer dağları deyirik ki, 3 hissədən ibarət olacaqdır. Bunu, yəni 3 regiona böləcək. Kordilyer dağlarının qərbi, Kordilyer dağlarının şərqi və Kordilyer dağlarının mərkəzi hissəsi. Burada ən vacib olaraq bilməliyik ki, Kordilyerin şərqinə bir dənə Qayal dağları aiddir. Çünki bəzən testlərdə düşür uyğunlaşdırma kimi. Dərhal Qayal dağlarını görən kimi onu aid edəcəksiniz hara? Kordilyer dağlarının şərq hissəsi. Və Qayal dağlar bilirdik ki, kim deyər, hansı erada əmələ gəlmişdir, hansı dövrə aiddir? Bəli, Mezo Kimmerə aiddir. Yəni, bu Kordilyer dağlarının bir silsiləsidir. Deməli, ilk növbədə Kordilyer dağları yarananda bu Qayal dağlarının başlayıb yaranmalar. Hələ bu bir tərəf, qərb tərəflərindən ki, mərkəzi tərəfləri yox idi. İlk növbədə yaratdı bu Qayal dağlar nə vaxtdan? Mezoida. Ona görə də bəzən testlərdə düşür ki, Kordilyer dağları hansı erada əmələ gəlibdir, başlayıbdır yaranmalar. Qayal dağları görə biz Mezoidaya bilərik. Mezoidan başlayıbdır yaranmalar. Sonra isə bunun qərb tərəfləri başlayıbdır yaranmalar. Deməli, şərq tərəfinə dedik ki, bir dənə Qayal dağlara aid edəcək. Qərb tərəfinə isə silsilə olaraq deyəcək hansılar? Kaskaddır, Sierra Madre silsiləsidir. Bu cənub tərəfdə olacaqdır bir qədər. Eyni zamanda Sahil silsiləsini deyə bilərik. Burada eyni zamanda Alyaska silsiləsini də qeyd edə bilər ki, bunlar Kordilyerin qərb tərəfində yerləşəcəkdir. Və bunlar isə bu silsilələr isə hansı yerə aiddir? Artıq Kaynazoya aid olacaq, yəni Alp qırşığında əmələ gəldi. Mərkəzi hissəsində isə daha çox yayla və plato deyəcək, yüksəkliklər deyəcək. Baxırıq ki, burada hər hansı bir silsilə adı demirik. Burada böyük hövzədir, Meksika yaylasıdır, Colorado, Kolumbiya platoları olacaq. Yəni, bunlar dağda yerləşən əsas düzənliklər olacaq. Bir daha demək, şərqinə bir dənə Qayal dağları aid etdik. Qərbinə silsilələrdən Sahil, Kaskad silsilələr, birində bu gün öyrəndik, Sierra Madre silsiləsi və Alyaska silsiləsini deyə bilərik. Qərb tərəfi Alp qırşığında əmələ gəldi. Mərkəzi hissəsi isə sadəcə düzənliklər deyirik, yəni plato və yaylalar deyirik. Bunlar hansılar oldu? Böyük hövzə platosudur, Meksika yaylasıdır, Colorado və Kolumbiya platoları olacaq. Sonra burada da yerləşən vulkanlar da biz keçən növdə ilə öyrəndik, şimaldan cənuba doğru. Hətta burada ən şimalda ki, biz Reynerdən başlayıb, burada McKinley-lə də başlaya bilərik. McKinley-də sönmüş vulkan sayılacaqdır. Bu da ən şimalda yerləşən vulkanlardan biridir, amma sönmüş vulkan kimi yadda saxlaya bilərsiniz. Digər isə bilirik, Reyner Şasapolino, Orsavo, Taxabulko, Popocatépetl və Momotombo kimi vulkanlar olacaqdır. Bunlar Kordilyer dağlarında yerləşən əsas vulkanlar hesab edilir. Sonra davam edək. Kanyonlar. Kanyonlara baxaq. Kanyonlar biz keçmişdə hansı çayın üzərindədir ən böyük kanyon? Kim deyər? Hansı çayın üzərində dünyanın ən böyük kanyonu yerləşirdi? Colorado çayının üzərində idi. Bəli. O da elə yerləşir. Harda? Kordilyer dağlarında yerləşəcək. Colorado çayının üzərində dünyanın ən böyük kanyonu elə böyük kanyon və yaxud da ki, Colorado kanyonu orada yerləşəcəkdir. Sonra demək keçək bunun artıq şərq tərəfinə doğru gəldikcə hündürlüyü azala-azala gələcəkdir və nə ilə əvəz olunur? Deyək ki, hündürlüyü azalır və düzənliklərlə əvəz olunur.
Kordilyer dağları şərqə doğru gəldikcə hündürlüyü azalır, əvvəlcə qayalı dağlar gəlir. Sonra keçib bu bir tərəfə böyük düzənliklər gələcəkdir ardıcıl olaraq. Sonra mərkəzi düzənliklər olacaqdır. Yəni hündürlüyü azala-azala Kordilyer dağları nə ilə əvəz olunur? Düzənliklərlə əvəz olunmuş olacaqdır. Bir qədər də şərqə gələndə artıq burada Paleozoda yaranmış, Kaledon Hetsində yaranmış nə dağlar yerləşir? Apalaç dağları yerləşir. Apalaç dağlarının ən hündür zirvəsi Mitzel olacaqdır 2037 metrlə. Digər düzənliklərdə adlar deyil. Hansı düzənliklərdə burada Meksika sahili ovalıq, Atlantik sahili ovalıq və bu hissədə yerləşəcəkdir Mississippi ovalığı. Bu hissədə yaylası yerləşir. Bu yayla isə nə olacaqdır? Labrador yarımadasında yerləşən müqəddəs Lavrenti yaylasını qeyd edə bilər. Əsasən yayla Meksika yaylası, bir də burada müqəddəs Lavrenti yaylasını qeyd edəcək. Amma ovalıqlardan Mississippi ovalığı, Meksika sahili ovalığı, bir də Atlantik sahili ovalığı deyəcək. Yəni buna akkumulyativ mənşəli düzənliklər hesab olunur. Başqa bunlar dedik. Həm də bu ovalıqdır deyə ovalıqlarda bilir ki, çay da gəlirsə, həmin çay nə ola bilər? Kürəriz ovalığı kimi deyirik. Nədir? Alüvyal mənşəli düzənliyə çevrilə bilər. Burada da elə Mississippi çayı keçir. Deməli, Mississippi ovalığı alüvyal mənşəli ovalıq hesab edilə bilər. Və burada da Meksika körfəzinin sahillərində eyni zamanda Mississippi ovalığı özündən nə çıxardacaqdır? Neft, qaz çıxardır. Bir də baxırıq ki, bu sonuncu cümlələrə diqqət yetirək. Burada ən nəhəng daş kömür hövzəsi. Bu testlərdə bir neçə dəfə qarşınıza çıxmışdı. Kordilyer dağlarından Apalaç dağlarına oxşar fərqli xüsusiyyəti. Və burada deyir ki, ifadə yazılır ki, daş kömür hövzəsi burada yerləşir. Daş kömür hövzəsi məhz Apalaç dağlarına aid olacaqdır. Dəmir filizi hövzəsi harası aidəcəkdir? Bu Labrador yarımadası və buradakı böyük göllərin ətrafında isə dəmir filizi ehtiyatı ilə zəngin olacaq. Neft ehtiyatı isə haranı qeyd etdik? Burada Meksika sahili ovalıq, Meksika körfəzi və yaxud da ki, Mississippi ovalığında deyə bilər. Bu hissədə fayda qazı olaraq nə çıxarılır? Neft və təbii qaz çıxarılacaqdır. Belə, məncə hamısını dedik. Bu buzlaq mənşəli bunlar deməli. Buzlaq mənşəli göllər, ümumiyyətlə buzlaq mənşəli reyli formaları, ekzorasiya daha çox biz harda rast gələ bilərik? Şimal tərəfdə rast gələ bilər. Bu hissədə baxırıq ki, çoxlu girintili, çıxıntılı adalar, yarımadalar olacaqdır. Eyni zamanda burada göllər də çox görülür. Burada yerləşən göllərin demək olar ki, hamısı nədən əmələ gəlibdir? Buzlaqlardan əmələ gəlib. Burada Böyük Aydır, Böyük Quldur, Winnipeg, buradakı böyük göllər hamısı buzlaq mənşəli sayılacaqdır. Yəni 4-cü dörd buzlaşmasına təxminən bu hissəyə qədər hamısı donmuşdur və bunlar çəkilən zaman burada çökəklər əmələ gəlmişdir və nəticədə buzlaq mənşəli göllər əmələ gələcəkdir. Yəni şimal materiklərdə onsuz da demişik, həm Avrasiya olacaqdır, həm də ki, Şimali Amerika bunlar 4-cü dörd buzlaşmasına daha çox məruz qalmışdır. Belə bitdi.